Qız uşaqları oğlan uşaqlarından 5 dəfə çox əziyyət çəkir bu xəstəlikdən. Fiziki olaraq oğlanlar daha güclüdür, onların əzələ tonusu daha yaxşı, güclü olur deyə onlarda az rast gəlinir. Və ən kritik dövr 9-15 yaş arasındadır və bu vaxtda valideynlər mütləq övladlarını müayinə elətdirməlidirlər. Ev şəraitində bunu necə edə bilərlər ki, şübhə varsa, bəzən valideyn gəlir, deyir ki, doktor, elə bir uşaq yeriyəndə ayağını bir-birinin önünə atır sanki. Aha, yerişindən artıq. Bəli, yerişində deməli ilkin siqnallar yerişdə başlayıbdır. Və yerişdə deformasiya olduğu halda çanaq nahiyədə başlayır deformasiyanın olması və sonra isə o onurğada özünü göstərir. Valideynlər evdə uşaqların yerişinə mütləq nəzarət eləsinlər. Sonra ayaq üstə dayanıb düz baxsınlar, kürək sümükləri, skapula dediyimiz asimetriyası varmı, yoxmu? Çiyinlərin bir-birindən asimetriyası var, yoxdur. Bəzən deyirlər ki, doktor, bunun elə bir boynu bir tərəfə, sağ tərəfə əyilir. Əslində bu asimetriyanın nəticəsidir, artıq boyunda özünü göstəribdir. Buna diqqət etsinlər. Sonra uşağın önə əyib bel nahiyəsinə baxa bilərlər və bu zaman şübhə varsa mütləq həkimə müraciət edirlər.